2008 2.2 avtomat sürətlər kutusu ilə 646 mühərrik, zavod sərnişin. Yalnız cüzi para kosmetik işləri olan belə bir Mercedes Viano çıxardırıq sizin üçün satışa. Oturacaqlar dəri oturacaqlardır, sürücü oturacağının isidilməsi var. Oturacaqlar reisin üstündədir, gördüyünüz kimi açmaq, bağlamaq, sökmək, yığmaq nə desəz mümkündür. Təkrar qeyd edirəm, 2008-ci ilin belə bir Mercedes Vianosu. Avtomobilimizin mühərriki sürətlər kutusu tam qaydasında. Udar yox, dəri salonu, oturacağın isidilməsi, avtomat sürətlər kutusu, Android monitoru. Avtomobildə nə desəm var, çox ideal bir qiymətə çıxır satışa avtomobilimiz. Avtomobilimizin qiyməti 16.900 manat, sahibinə satan puldur. 400 manat bizim zəhmət haqqımızdır. Qeyd edim ki, avtomobilimizin lüku da var, zavod sərnişindir. Kimə maraqlısa avtomobil ofisdədir, sənədlərinə kimi tam qaydasındadır.